Salam, Dövlət İmtahan Mərkəzinin 9 mart tarixində keçirilmiş olduğu buraxılış imtahanından olan ingilis dili suallarına baxaq. Üzərində yazılıdır təəssüf ki, bu formada istəyən olsa kanalın Telegram bölməsində bugün paylaşacağım, oradan əldə edə bilərsiniz. Bu arada kanala dəstək olmaq üçün abunə olmağı da unutmayın. Dinləmə yoxdur, 7-ci sualdan başlayaq. 7-ci sualda My friend and his cousin, dostum və onun əmisi oğlu 2 nəfərdir. Cəmdə olduğu üçün have olacaqdır. Cavab burada A variantı. Digərləri hər biri təkdədir. Has, was və is. Və burada 2 nəfərdən söhbət getdiyi üçün bizə cəm bir şey lazım idi, yəni cəm xəbər. 8-ci sualda bizdən cəm isimləri soruşur. Army, ordu, foot, ayaq təkdədir. B-də person təkdədir. C doğru cavabdır. Qadınlar və şalvar trazes cəmdədir burada. Step pillə təkdədir. Knowledge bilik təkdədir. Bizə cəm isim lazım idi, yəni C variantı. 9-cu sualda düzgün seçim lazımdır. As arasında bilirik ki, sifətin adi dərəcəsi lazımdır. Yəni sifət olduğu kimi qalır. Olduğu kimi sadəcə Y variantında qalıbdır. Cavab Y variantı olacaq. Digərlərində şəkilçi və yaxud da artikel var, heç biri olmaz. 10-cu sualda bizdən düzgün sual cümləsini istəyir. Deməli, 3-ə baxırıq ki, ümumiyyətlə how many, how much-dan cümləmiz how long-dan başlayırsa, xüsusi sual əvəzliyindən başlayırsa, köməkçi feildə ondan sonra gəlməlidir. Məsələn, 3-də both Z verib, amma did qabaqda olmalı idi. 3 yanlış olur. 4-də də yenə Z both yazıb, amma sual cümləsidir. Xüsusi sual sözlərindən sonra köməkçi feil əvvəldə olması lazım idi. Məsələn, 1-ə baxsaq, did they buy kimi olmalıdır və ya 2-yə baxsaq, were both passivdə doğru verilib. Cavab ona görə 1-2 olur. 11-ə baxaq. Bugün hava əladır. Ona görə də uşaqlar gəzməyə gedir. Ona görə də sadəcə B variantı olur. But, amma, or, yaxud, so və also baxmayaraqdır. 12-ci suala baxaq. 2 bağlamamız var. Onların ikisi də nickdən gəlib. Baxaq. C variantı doğru cavabdır. Digərləri niyə olmaz? Each of-un xəbəri təkdə olmalıdır. No of deyə bir şey yoxdur. Every of deyə bir şey yoxdur. One of-un xəbəri təkdə olması lazım idi. Cavab C variantı. 13-cü sualda mürəkkəb tamamlıq mövzusudur. Expect 3-cü qrupu feil olduğu üçün özündən sonra feili tool istəyər. Yəni Y-dəki kimi. 14-də onun ingilis dili isə əla olduğuna görə yaxşı iş tapa biləcək deyərik. Y variantı tam doğrudur. Görək qrammatik cəhətdən ata bilirikmi? A-da has-ın to'su yoxdur. B-də has to-nun inkarı özü ilə düzəlmir. C-də able-ın to'su yoxdur. D-də have-ın to'su yoxdur. Cavab Y. 15-də elə bir sözünü lazımdır ki, hər ikisinə düz gəlsin. Proud of, afraid of olur. Yəni A variantı əzbərlənəsi bir şeydir bu. Definition lazımdır. Donate pul bağışlamaq deməkdir. To give something, especially money. Birinə bir bağış yapmaq deməkdir. Value dəyər vermək deməkdir. Deməli, burada nə olacaqdır? 2C olar. Something or somebody is important. Nəsə və ya kimsə vacibdir, önəmlidir deyirsən. Deməli, 1B, 2C olan sadəcə C variantı düzgün cavab olacaq. 17-də passive voice lazımdır. Cümləmiz sual cümləsindədir. Baxaq, do verilib. Deməli, indiki zamandır. Fail make'dir. Deməli, bizə made lazım olacaqdır və sual formasında. Deməli, passive voice-də bizə lazım olacaq burada am, is, are və made lazımdır. Çünki do indiki zamandır. Am, is, are, made lazım. A-da was var. B-yə dəymirik. Deməli, C-yə baxırıq ki, əmizar var, made var. Bu da nədir problemi? Vanilla ice cream təkdədir deyə ar olmaz. Bu gedir. D-yə baxırıq ki, is been deyə bir şey yoxdur, yanlışdır. Y-də də izin yeri yanlış verib, sual cümləsində is əvvələ gəlməlidir. B-dəki kimi. 18-ci sualda doğru variant olur. Go to school olur, boşluq olur və by bus avtobusla. Cavab təbii ki, Y variantı olacaqdır. Keçək 19-cu suala. 19-cu sualda mənim ilk günüm məktəbdə deməli, daha doğrusu işdə wasn't very good, çox yaxşı deyildi. I made
Çox yaxşı deyildi. Deməli, çox səhv eləmişəm. A doğru cavabdır. Digərlərini qrammatik cəhətdən atmağa çalışaq. Mistake sayılır, sonunda s var. Much, little düz gəlməz. Digərləri də məna baxımından düz gəlmir. Çünki pis günümdürsə mən çox səhv etmişəm deyəcəm. 20-ci suala baxırıq. Next Sunday növbəti bazar deməkdir. Yəni gələn bazar. Bizə gələcək zaman lazımdır. Gələcək zaman düzəlir, will-dən düzəlir, yəni y-dəki kimi. 21-də make-up sentence-dir. A variantı doğru cavabdır. Baxaq cümləmizə. The boys have been playing tennis. Tenis oynayırdılar. At the stadium. Stadionda for 2 hours. 2 saatdir ki tenis oynayırdılar. Doğru quruluş forması A-dakı kimidir. 22-də deməli necə olacaqdır? Birə baxırıq ki, an amazing places ən təkdədir, amma places cəmdə düz gəlmir. 3-də nədir problem? Nida cümləsində are they qabaqda olmamalıdır. They are olmalı idi olsaydı. 5-də is qabağa gəlib, belə bir şey olmaz, it is olardı. Cavab 2 və 4 C variantı. Keçək mətn suallarına, mətndə görək bizdən 23-də nə istəyir. Deməli, true doğrunu soruşur. C variantına birbaşa baxaq. Daha mal combines African birləşdirir. Afrika və Hind musiqi ənənəsini birləşdirir. Baxaq həmin hissəyə. Baxın. Mixture of, yəni qarışıqdır. African rhythms and Indian traditional music. Yəni hər ikisinin qarışığıdır deyək. İkisini birləşdirir. Ona görə doğru variant C olur. 24-cü sualda mətn nə haqqındadır? The traditional dance of city people. Sidlərin beynəlxalq rəqsindən söhbət gedir mətndə. Bunu dediyim kimi Telegrama göndərəcəm. Oradan mütləq baxarsınız mətnə, əgər imtahan verəcəksinizsə. 25-ci suala baxaq. 25-ci sualda doğru variant olur C variantı. City insanları bəzi Afrika ənənəsini saxlamışdılar deyir. C-dəki kimi. Baxaq. Yuxarıda City'dən söhbət gedir. City people came from Africa. Afrikadan gəlirlər. Və aşağıda many customs of India, some of their African traditions have also been preserved. Yəni qorunub saxlanılır bəziləri. Some da burada var. Cavab ona görə C olur. Baxımdan digər bunlar niyə yanlış demirəm, elə doğru cavabı göstərəndə məncə kifayət edər. 26-cı sualda deməli fermerlər öz məhsulları hazır olanda nə edirlər deyə bir cümlədir. Baxın, həmin hissəyə baxaq. By the farmers when their crop is ready to harvest, məhsullar hazır olanda they bend down in the field, make a half circle around. Deyir ki, onlar deməli sahədə əyilirlər half circle, yəni yarım dairə şəklində. Burada birə baxırıq. Bir saniyə, 4-ə baxaq. They bend down in the shape of half ring. Ring də halqa deməkdir. 4 doğrudur. Və sonra nə deyir mətndə? Thank God for the crops they get. Əldə etdiyi məhsula görə Allaha təşəkkür edirlər, yəni ibadət edirlər demək istəyir. Bu da 1-dədir. They pray to God for their crop. Digərləri həmin yerdə yox idi. Cavab 1 və nə oldu? 4. B variantı. Ümid edirəm ki, suallarınız düz çıxır və xeyirli, xoş xəbərlər alırsınız. 27-yə baxaq. Sinonim istəyir. Paragraf 1-dən maintain söz saxlamaq deməkdir. Qoruyub saxlamaq. Az öncə gördük bunu. Elə paragraf 1-dən bu söz to preserve kimi yazmaq yaxşı olardı. Cavab to preserve olacaqdı. Saxlamaq, qoruyub saxlamaq. 28-də nə deyir? Paragraf 3-dən being the only one of its kind. Yəni öz növünün sadəcə biri olmaq. Bu da dairəyə alıram bu da bu sözü. Unique. Bənzərsiz, eşsiz deməkdir. Nadir mənası da var, amma bənzərsiz, yəni sadəcə bir dənə mənası var. Ona görə də cavab unique olacaqdır. 29-da iki söz dəyişmək tələb olunan bir sualdır. During the reign of kings, daha mal. Həmin hissənin mətnində altına xətt çəkirəm. Daha mal. Baxın, buradan sonra, was-dan sonraki hissə lazımdır. Mən burada iki söz dəyişim. Siz dəyişdiyiniz varsa, şərh bölməsində yazarsınız. Baxarıq oradan. Məsələn, main source var. Burada main-in yerinə major yazmaq olar. Aşağı sizin üçün yazıram. Major kimi yazılır. Misal üçün, entertainment-in yerinə də fun, əyləncə kimi yazmaq olar. 29 da bu şəkildə. 30-cu sual, deməli, sənin sevimli rəqsin, which dance is your favorite one, hansıdır və nə üçün? Öz rəqsiniz, sevdiyiniz rəqsi varsa onun haqqında yazmaq tələb olunurdu. Mən bir şey yazmıram, siz yazmışsınızsa imtahanda
şərh bölməsinə qeyd edə bilərsiniz. Belə əziz abituriyentlər, ümid edirəm ki, faydalı oldu, xeyirli şəkildə imtahan vermişsiniz inşallah və blok imtahanında sizə bol-bol uğurlar olsun. Özünüzə yaxşı baxın, özünüzdən müğayət olun.